nədir və nə üçün insanlar hormonlardan qorxurlar? Bizim orqanizmimizdə bir çox vəzlər var. Qalxana bənzər vəz, artıq eşitmisiniz, mədə-altı vəz, hipofiz vəzi və s. Və bu vəzlər çox az miqdarda hormon ifraz etməklə orqanizmdə çox vacib mübadilə proseslərini, vacib inkişaf proseslərini idarə edirlər. Hormonlar o zamanlar yeni kəşf olunanda əlbəttə ki, tibb aləmi üçün, insanlar üçün yeni maddələr idi və az miqdarda sürətli effekt göstərməsi, ciddi effekt göstərməsi təbii ki, sual və narahatçılıqlar doğururdu. Amma qeyd edim ki, düzgün təyin olunanda, doğru istiqamətdə təyin olunanda əlbəttə ki, heç bir fəsadı yoxdur və o zamandan bu dövrə qədər çox araşdırmalar var, tətbiq sahələrdə dəyişilmişdir. Təbii ki, hormonların lazımsız istifadəsinin tamamilə əleyhinəyik. Misal üçün, hormon iltihab əleyhinə təsir göstərir və tez sağalmaq üçün uşağa steroid verək, bu doğru yanaşma deyil. Və yaxud da bir çox hallarda idmançılar lazımsız yerə sui istifadə edirlər və qorxduğumuz hallar da məhz bunlardır ki, hormonlardan sui istifadə olunmasın. Amma düzgün təyinatına görə olanda, misal üçün, orqanizmdə hormon çatmırsa və yaxud da o hormon var, amma təsir etmirsə, yəni rezistentlik və yaxud da dirənç varsa, bu halda hormonal müalicədən istifadə etmək vacibdir ki, uşaq orqanizmi öz funksiyasını, fəaliyyətini normal icra edə bilsin.